Ümumiyyətlə mən hesab edirəm ki, bu 3 il 3 ildir. Artıq 3 ildən bir qədər də artıqdır. Rusiya-Ukrayna savaşı gedir. Dünən baş verən hadisələr bu hadisələrin fövqündə olan bir şey. Ümumiyyətlə bəlkə də Rusiyanın hərb tarixinə baxılsa, belə böyük bir biabırçılıq yaşamır. Biz xatırlayırıq, İsrail bu Həmas savaşında, İsraillə Hizbullah arasında olan qarşıdurmada bu Hizbullah döyüşçülərinin o qurğuları ki partladı, onu belə İsrail kəşfiyyatının şah əsəri kimi qiymətləndirdilər. Yəni doğrudan da bu qeyri-adi bir əməliyyat idi, heç kimin ağlına gəlməyən bir şey idi. Demək olar ki, Rusiya-Ukrayna savaşı bəlkə də dönəmində və bəlkə də ümumiyyətlə bütövlükdə müharibələr savaşına baxsaq, son 100 ildə, 200 ildə çox bir qeyri-adi bir hadisə baş verir. Bəli, sadə dildən desək, Rusiyanın nüfuzu yerinə yeksan oldu. Dünyanın ikinci böyük hərbi gücü olan, dünyada özünün xəfiyyə sistemi ilə, nə bilim, avtoritar rejimi ilə ad salan, məğlub edilməz bir imic yaradan, nə bilim, basılmaz orduları olan dövlət bir an içində bəlli oldu ki, heç öz işini nəzarət edə bilmir. İndi orada təsəvvür edin ki, Rusiyanın strateji bombardımançı təyyarələrin saxlandığı bütün o əslində obyektlər də strateji obyektlərdir. Yəni ən yüksək səviyyədə qorunmalı olan obyektlərdir. Təyyarələr, bahalı təyyarələr, məsələn orada Tu-95 təyyarələri var, Tu-22 təyyarələri var, A-50 təyyarələri var. Bunlar hardasa təqribən 100 milyon qiyməti var. Və təsəvvür edin ki, bu Ukraynadan artıq 4300 kilometr uzaqda baş verir. Bir anda 4 deyirlər, bəzən 5 deyirlər, aeroporta hücum edilir. Konkret olaraq 41 təyyarənin məhv edildiyi deyilir. Bu, Rusiyanın o hərbi strateji bombardımançı təyyarələrinin 34%-ının məhv edilməsi anlamına gəlir. Yəni, təsəvvür edin ki, bu qədər dəhşətli bir hücuma Rusiya məruz qalır və heç nə də bilmir. Və bəlli olur ki, bəli, öncədən bütün bu dronlar Rusiya ərazisinə aparılıb, yerləşdirilib, həmin o obyekt yaxın yerlərdə, uyğun yerlərdə və indi düzdür, Zelenski konkret deyir ki, il yarım da hazırlaşırıq. İndi o siyasi açıqlamadır. O, ola bilsin ki, təqdimat belə olmalıdır. Və hətta onda deyirlər ki, o əməliyyatda iştirak edən adamlarımız hamısı artıq qayıtıb gəlib. Ola bilsin, orada da yenə gələrsə. Yəni, hərbi məsələlər də, bəlkə də orada kimlərisə qorumaq üçün deyirlər, bəlkə də gerçəkdən belədir. Hər halda bu rəsmi qaynaqdır. İndi biz rəsmi, yəni prezidentin açıqlamasını rəsmi qəbul etməliyik. Bütün hallarda il yarım bir hazırlıq gedir və Rusiya kəşfiyyatının bundan xəbər olur. Rusiya dövlətinin bundan xəbər olur. Yəni, biz onu hər zaman deyirdik ki, Rusiyanın ərazisi çox böyük. Rusiya elə o 17 milyon kvadrat kilometr əraziyə nəzarət edə bilsə, özü çox böyük şey. Yəni, bu qədər ərazini qoyub gəlib nədən Azərbaycana, yaxud Qırğızstana, Özbəkistana, Qazaxıstana, Ermənistana və yaxud Ukrayna saldırır. Nə axtarır bu coğrafiyada? Geçsin öz coğrafiyasına, bu hüdudsuz coğrafiyasına bir sahiblik eləsin, orada bir normal həyat şəraiti yaratsın, orada o qədər problemlər, sorunlar var ki, geçsin onları həll eləsin. Biz bir daha bu dünən baş verən hadisə onu göstərdi ki, biz haqlıyıq. Əslində Rusiya 17 milyon kvadrat kilometr əraziyə belə nəzarət edə bilmir. Özünün strateji obyektlərinə belə nəzarət edə bilmir və deməli Rusiyanın barəsində olan mif, xof biraz da uydurulub, daha çox təbliğatın, təşviqatın nəticəsi. Gerçəkdə isə bəli, Rusiya ərazisində Ukrayna kimi bir dövlət, yəni ən azı əhalisi də, ərazisi də Rusiya ilə dəfələrlə az olan, yığcam olan bir dövlət belə böyük bir hərbi əməliyyatlar təşkil edə bilib və uğurla həyata keçirib. İndi bildiyim qədər dünən orada körpülər, başqa körpülər də partladıldı, dəmir yoluna, hətta orada bir yük qatarı, bildiyim qədər məhv edildi, bir sərnişin qatarı orada, deməli o da qəzayət və s. Və tamaşaçılarımızın da diqqətinə çatdıraq ki, o xəbərlərdə həm də mən buna rast gəldim ki, həmin o reyslərin üzərinə o bombalar bastırılıb və o keçərkən artıq partlama həyata keçirilib. Yəni, bütün bunlar hamısı onu deməyə əsas verir ki,
Rusiya təqdim olduğu qədər fövqəladə dövlət deyil, güclü dövlət deyil. Artıq dediyim kimi bu öz içinə belə nəzarət edə bilmir. İndi biz bu yaxınlarda görürük bu SSR-nin bərpası falan. Təsəvvür edin, hələ özünə bəli başına nəzarət edə bilməyən bir dövlət çalışır ki, başqa dövlətləri də yenidən öz əsarətini alsın, yenidən onlarda sümürgə mexanizmini qursun və s. Yəni bu eyni zamanda Ukrayna, tək Ukraynanın bugün nələr edə biləcəyi göz qarşısındadır. Ukrayna hərbiçilərinin, Ukrayna kəşfiyyatçılarının Rusiya ərazilərində həyata keçirdiyi bu əməliyyat mən də hesab edirəm ki, yəqin ki, düşəcək, tarix kitablarına düşəcək, müharibə dərsliklərinə düşəcək. Bu fövqəladə bir əməliyyat hesab oluna bilər və açıq Rusiyanın xarizması çizildi deyə bilərik. Yəni Rusiyanın nüfuzuna elə bir zərbə dəydi ki, bundan sonra nə bilim, o nüfuzunu bərpa etmək üçün nəsə qeyri-adi nəsə etməlidirlər. Areşnikin atılmasına dair deyirlər, məlumatlar var, xəncərdən istifadə edilir. Artıq bunlar da xilas eləməyəcək. Bu özü onu göstərdi ki, Rusiya məğlub edilməz deyil. Rusiyanı məğlub etmək olar və bunu artıq Ukrayna hətta tək başına belə bacara bilər. Amma məncə bu Rusiyaya qarşı olan qüvvələri də hərəkətə gətirəcək. Rusiyaya qarşı olan koalisiyanı bir qədər ruhlandıracaq. Həm də nəzərə alsaq ki, Rusiya bütün qonşularına pislik edib, Rusiyanın ətrafındakı bütün dövlətlər ondan narazıdır, incikdir. Yəni sanki bir fürsət, hamı bir fürsət gözləyir. Məncə o fürsət getdikcə yaxınlaşır, amma bəlkə də Rusiyanın xeyri oradadır. O məşhur tarixçilərin bir maraqlı fikri var, deyir o İsveç kralı 12-ci Karl deyir ki, biz də imperiya olmaq peşindəydik, amma Rusiya bizi məğlub elədi. Ondan sonra bu imperiyaçılıq xülyalarından qurtulduq, getdik, normal bir dövlət qurduq, indi də insan kimi yaşayırıq. Bəlkə də bu məğlubiyyət lazımdır ki, Rusiya da bu imperiya xəstəliyindən qurtulsun, nəhayət getsin, bir normal dövlət olsun və o zənginliklərini, o təbii imkanlarını, o resurslarını istifadə edib normal bir dövlət kimi yaşasın və xalqını yaşasın. Yəni bu baxımdan hələ məncə bu baş verənlər Rusiyanın özünün də xeyrinədir. Amma bütün hallarda dediyim kimi, Ukrayna hərbiçilərinin həyata keçirdiyi bu əməliyyatlar fövqəladə əməliyyatlar, yəni kifayət qədər böyük, uğurlu bir əməliyyat hesab oluna bilər və nəticələr ortadadır. Rusiyanın həm imicinə, həm nüfuzuna, həm hərbi arsenalına, həm potensialına çox ciddi zərbə dəyib. Bildiyim qədər digər obyektlərinə, hərbi obyektlərinə də zərbələr vurulubdur. Hətta ekspertlər belə hesab edirlər ki, artıq Rusiyanın o nüvə daşıyan təyyarələri sıradan çıxarılır və nüvə silahının belə zərərsizləşdirilməsi, ümumiyyətlə Rusiyanın nüvəsizləşdirilməsi belə mümkündür. Bu istiqamətdə də müəyyən digər məlumatlar var, yəqin ki, gün ərzində dəqiqləşəcək. Yəni, mənim bildiyim qədər artıq Rusiya tamam başqa bir gerçəkliklə üz-üzədir. Çox asanlıqla Ukraynanı məğlub edib, nə bilim, orada denazifikasiya etmək, demilitarizasiya etmək niyyətində olan Rusiya indi özü əslində təhlükəsizləşdirilir, zərərsizləşdirilir. Yəni, Ukraynanı hərbsizləşdirən, Ukraynanı millilikdən qurtarmaq istəyən Rusiyanın özündə məncə bu proseslər baş verir.